AI artıq əməliyyat sistemləri də oxuyur. Anthropic'in Claude Mythos Preview modeli o qədər güclü çıxıb ki, şirkət onu hamıya açmaqdan çəkinib. Səbəb sadədir. Model böyük əməliyyat sistemləri, brauzerlər və vacib proqramlarda çoxlu ciddi boşluq tapa bilir. Bu, bir tərəfdən təhlükəsizlik komandaları üçün super gücdür. Digər tərəfdən isə bunu yanlış adamlar görsə nə olar sualını ortaya atır. Ən səs-küylü faktlardan biri OpenBSD əməliyyat sistemində 27 illik boşluğun üzə çıxmasıdır. Təhlükəsizlik yönümlü platformada belə bir problemin bu qədər gec tapılması Mythos'un nə qədər ciddi səviyyəyə çatdığını göstərir. Yəni bu model sadəcə smart cavab yazmır. Bəzi hallarda illərlə görünməyən texniki qapıları da görür. Ay aman, bu artıq bot deyil axı. Anthropic indi bu modeli yalnız seçilmiş nəhəng tərəfdaşlarla Project Glasswing çərçivəsində test edir. Məqsəd odur ki, müdafiə tərəfi hücum edənlərdən əvvəl oyuna girsin və kritik boşluqları daha tez bağlasın. Bəs səncə, belə bir AI modeli gələcəyin qalxanıdır? Yoxsa bir gün hamını şoka salan yeni rəqəmsal güc?